çalışmasını bir mexaniki saatların çalışmasına bənzətmək olar. Yəni, hər halda görənləriniz olub, görmüsünüz. Mexaniki saatlar içərisindəki çarxlar necə olur? Biri böyük, biri kiçik, biri nazik, biri sürətlə hərəkət eləyir, biri biraz asta hərəkət eləyir. Amma nəticədə nədir? O saniyə, həmin o saniyəsində nə etməlidir? Hərəkətə keçməlidir. O da dəqiqəni, o da saat. Sürətləri fərqli, çəkiləri fərqli, həcmləri fərqli olduğu halda əsas məqsəd üçün nə olur? Hərəsi, bəli, öz komanda şəklində sanki çalışmasına əsas nəticə həll olunur. Komanda çalışması da eyni budur. Ümumiyyətlə, satış komandaları %90 böyük əksər şirkətlərdə aşağıdakı sxemdə olduğu kimi olur. Aşağı-yuxarı cüzi fərqlər ola bilər. Satış direktorundan başlayır, baş direktordan başlayır, satış direktorudur, satış müdiridir, satış şefləridir, supervisorlar deyirik, satış təmsilçisidir, menecerlərdir, sürücüdür, merchandizerlərdir, ofis məmurlarıdır və logistikadır. Bəzi insanlar, rəhbərlər logistikanı biraz ayırırlar düzdür satışdan. Düzdür, ayrı da olsa, amma mənə görə satışın ən vacib bir hissəsidir. Çünki biz həmişə deyirik, ən mükəmməl təqdimat eləyib, ən gözəl müqavilələr bağlayıb, böyük sifarişlər alsa belə, əgər biz o logistikanın fəaliyyətini izləmiriksə, onu biz hansı şəkildə gedib-gedməməyin biz öyrənmiriksə, nəticəyə baxmırıqsa ki, bizə aldığımız sifarişlər gedib-gedməyib, orada uğurlu satış ola bilməz.